Salam əziz dostlar, dəyərli izləyicilər, hamınızı xoş gördük. Bugün Fransanın Strasburg şəhərindən Avropa Şurası Parlament Assambleyasının yay sesiyasından sizləri salamlayıram. Bugün iyun ayının 24'ü, günortadan sonra burada AŞPA deputatları arasında bir dinləmələr keçildi. Azərbaycanda insan haqları, demokratiyanın vəziyyəti, media azadlığı və gözlənildiyi kimi Azərbaycan sərt şəkildə tənqid olundu və Belçikadan olan deputatlar Christophe Lacroix və Andres Krifroyun hazırladıkları hesabatlar yekdilliklə qəbul edildi və gözlənilən idi. Azərbaycan sərt şəkildə tənqid edilir. Azərbaycanda hazırda həbsdə olan bəzi ictimai-siyasi fəallar, jurnalistlərlə bağlı məsələlər burada qaldırıldı və çıxışçılar öz çıxışlarında bir mənalı şəkildə Azərbaycan hökumətindən tələb etdilər ki, həmin şəxslər qeyri-şərtli azadlığa buraxılsın. Burada şişirdilmiş bir siyahı təqdim olundu. Təqribən 300-dən artıq şəxs vicdan məhbusu, siyasi məhbus kimi təqdim edildi. Təbii ki, gözlənilən ildi. Sadəcə bu müzakirələri yerində izləyən bir hüquq müdafiəçisi olaraq bəzi məqamları qeyd eləmək istəyirəm. Burada Azərbaycan nümayəndə heyəti bilirsiniz ki, bir neçə ildir ki, iştirak eləmir. AŞPA-nın özünün nizamnaməsinə görə hansısa bir ölkənin nümayəndələrinin iştirakı olmadan bu ölkə barədə hansısa bir müzakirələr, dinləmələr keçirilməsi qəbul edilməzdi. Amma görünən odur ki, bəlli dairələr Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan belə bugün Azərbaycanla bağlı ayrıca dinləmələr keçirirlər. Azərbaycan hökumətini, Azərbaycan dövlətini sərt şəkildə tənqid edirlər. Təəssüf edici məqamlardan biri də o idi ki, qardaş Türkiyə Respublikasından olan deputatlar zalda əyləşsələr də onlar çıxış etmədilər. Ən azından çıxışa yazılıb Azərbaycanı müdafiə edə bilərdilər, Azərbaycan haqlı mövqeyini müdafiə edərdilər. Bir hüquq müdafiəçisi kimi bugün başqa bir məsələyə diqqətinizi cəlb eləmək istəyirəm. Bugün eyni zamanda Avropa Şurası Parlament Assambleyasında 25 deputatın imzası ilə bir sənəd, bir qətnamə yayımlandı. Düzdür, bu sənəd Avropa Şurasının və ya Avropa Şurası Parlament Assambleyasının mövqeyi kimi qəbul olunmamalıdır. Bu, sadəcə bu sənədə imza atan 25 deputatın ortaq mövqeyidir. Sənəd nədir? Burada Azərbaycanın Qarabağ bölgəsində erməni milli kimliyinin silinməsinin pislənilməsidir. Çox qəribə bir sənəddir. Burada bildirilir ki, Azərbaycan hökuməti xüsusən də 2020-ci il 2-ci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Qarabağ ərazisində məqsədyönlü şəkildə erməni tarixinə, erməni belə deyək, milli kimliyinə aid tarixi, milli, mədəni irsi dağıtmaqla məşğuldur və bu baxımdan həmin imza edən deputatlar Azərbaycan hökumətindən tələb edirlər ki, Qarabağda olan erməni milli irsi bərpa olunsun. Mənim diqqətimi çəkən məqamlardan biri də nə idi? Bu sənədə imza atan 25 deputat arasında bir nəfər də olsun erməni deputat yoxdur. Bunun əksinə Rumıniyadan, İsveçdən, Bolqaristandan, Fransadan, İrlandiyadan, Avstriyadan, hətta bizə dost ölkə olan Ukraynadan belə deputat var. Görünən odur ki, yay sesiyasında Azərbaycan əleyhinə ciddi bir təbliğat start götürüb. Ermənistan nümayəndə heyətinin üzvləri açıq şəkildə burada Azərbaycan əleyhinə çıxışlar etməsələr də, amma bəzi müxalif erməni deputatlar Azərbaycanla bağlı məqamları sərt şəkildə tənqid edirlər. Mən eyni zamanda bir hüquq müdafiəçisi olaraq bu kimi məsələlərə Azərbaycan dövlət qurumlarının, ictimaiyyətin, vətəndaş cəmiyyəti nümayəndələrinin, media nümayəndələrinin diqqətini çəkmək istəyirəm. Çünki burada baş verənlər birbaşa Azərbaycan xalqına, Azərbaycan dövlətinə aiddir. Hər nə qədər Azərbaycan nümayəndə heyəti AŞPA-nın iclaslarını boykot etsə də, sessiyalara qatılmasalar da, 47 ölkənin birləşdiyi Avropa Şurası Parlament Assambleyasında Azərbaycan müzakirə olunursa, biz bu məsələyə səssiz qala bilmərik. Yəni, AŞPA-nı boykot etmək heç bir halda çıxış yolu deyil. Və bu kimi müzakirələrdə
hamımız bir komanda şəklində fəaliyyət göstərməliyik. Tək-tək fərdlərin burada kiçik fəaliyyəti real bir nəticə vermir. Mən xüsusən də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, Prezident Administrasiyasına, Milli Məclisə, vətəndaş cəmiyyəti nümayəndələrinə, QHT-lərə, media nümayəndələrinə müraciət etmək istəyirəm ki, Avropa Şurası Parlament Asambleyası kimi ciddi bir beynəlxalq təşkilatda Azərbaycan əleyhinə təbliğat aparılırsa, Azərbaycan əleyhinə çıxışlar edilirsə, buna bu və ya digər formada reaksiya vermək lazımdır. Azərbaycan əleyhinə fəaliyyət göstərən dairələrin susturulması, Azərbaycan həqiqətlərinin AŞBA platformasında çatdırılması üzərində işlər aparılmalıdır. Təəssüflər olsun ki, bugün vətəndaş cəmiyyəti nümayəndələrimiz, bugün media təmsilcilərimiz Azərbaycan üçün ikinci, üçüncü dərəcəli məsələləri günlərlə, həftələrlə müzakirə edirlər. Xəbər saytlarının manşetlərinə bu məsələlər çıxarılır. Sosial şəbəkələrdə, TikTokda və digər sosial şəbəkə segmentlərində bu məsələlər günlərlə müzakirə olunur. Amma çox istərdim ki, bugün Avropa Şurası Parlament Asambleyasında Azərbaycan həm siyasi müstəvidə sərt şəkildə tənqid olunursa, bugün Azərbaycanın haqlı mübarizəsi 2020-ci ildə, 2023-cü ildə ki, öz ərazi bütövlüyünü bərpa etməsi, suverenliyini bərpa etməsi məsələsi burada təhrif olunursa, əksinə Azərbaycan işğalçı kimi, etnik təmizləmə aparmış ölkə kimi təqdim olunursa, buna səssiz qalmaq, bu platformanı boykot etmək heç bir halda yol verilməzdir. Yenə deyirəm, boykot çıxış yolu deyil. Mən bir hüquq müdafiəçisi olaraq təbii ki, öz üzərimə düşən missiyanı kiçik bir formada olsa yerinə yetirməyə çalışıram, amma burada yüzlərlə AŞBA üzvü olan deputatlar var, 47 ölkənin təmsilciləri var, onların hamısı ilə bir-bir görüşmək, fikir mübadiləsi aparmaq mümkün deyil. Təəssüflər olsun ki, burada Azərbaycandan olan bəzi müxalif şəxslər də var, hazırda Avropada siyasi mühacir həyatı yaşayan şəxslər də var. Onlar da bu kimi məsələlərə səssiz qalırlar. Əksinə Azərbaycan hökumətinə qarşı tənqidi məsələlərdə aktivdirlər. Azərbaycan dövləti əleyhinə müəyyən fəaliyyətlər aparırlar. Mən onların işlərinə qarışmaq istəmirəm, amma dövlətini, vətənini sevən insanlar olaraq, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, media təmsilciləri olaraq biz AŞBA platformasında bundan sonra daha fəal olmalıyıq. Dövlətimizin, xalqımızın, millətimizin milli maraqları harada müzakirə olunursa, harada müdafiəyə ehtiyacı varsa, bizlər orada olmalıyıq. Allah sizləri qorusun, Allah dövlətimizi qorusun. Bundan sonra da AŞBA-da gedən müzakirələrdə yaxından iştirak edəcəyik, Azərbaycan həqiqətlərini çatdırmağa davam edəcəyik. Sağ olun, Allah amanında.